Nonika Tab Free. Revit'i bağlayırsınız ümumiyyətlə. İnternet də aktiv olmalıdır. Buradan sağ düyməni basırsınız. Run as administrator. Yaxşımı? Revit'i birinci dəfə açanda o həmən plugin reklamı gəlir səhifədə. Onu yes basın. Start basın. Döşəmələri deyəcəm. Bir də tavanı deyəcəm. Yəni hansı ki bir növrədən çıxır, konstruksiya döşənməsinin altına qədər davam edir. Structure tabına girirəm. Burada biz buna lentvari bünövrə veririk də. Bizdə əslində 3 tip bünövrə tipimiz var. Tava bünövrəsidir. Yəni hündür mərtəbəli binaların altında gedir. Biri lentvaridir, bir də özül altıdır. Yəni adlı bir sütunun altında gedəndir. Burada bunu işlədirik. Val, yəni lentvari bünövrə. Bunu seçirəm. Buradan edit tip edirəm, duplicate. Yazıram ki lentvari bünövrə. Buradan da OK. Materialını gedib seçirəm. Bu da qala bilər, konkretdir, amma o birisini seçsək daha yaxşı. Hamısı eyni şey olsun. Konkret custom place grid. Budur. 2 dəfə tıklayıram, gəlir bura. Bir də burada əsas biri bünövrənin enidir, bir də onun hündürlüyüdür ya qalınlığıdır. Buradan baxsaq, bunu biz təyin eləmir memar kimi, bunu konstruktorlar təyin edir. Amma normalda belə bir mərtəbəli evlərdə 60-ın 40-a ola bilər, 2 mərtəbəli evlərdə 60-ın, yəni beləsi 60 da ola bilər, 70 də ola bilər. 60-ın 50-yə normaldır. Width-i yazıram ki 700, bunu yazıram ki 500. Buradan da apply edirəm və buradan da OK. Necə modelləmə olur? Bunu seçərkən avtomatik bunun altında bünövrəni çəkir. Bir dəfə divarı tıklayırsan, sən üçün bünövrəni modelləyir. Buradan da bura. Bir də bunları seçməliyəm, bunları bünövrəni də modelləyirəm. Baxın, bu divarlar, bunları biz sıfıra qədər vermişdik. Əslində bunlar bunun altına qədər getməli idi. Bunları seçirəm. Bunları kontrol saxlayıram, digərlərini də seçirəm. Bunu da hansılar ki çox gəlib, yəni bunları. Burada attach alatı var. Attach'ı basıram, bu döşəməni seçirəm, avtomatik aşağı düşür də, bunun altına qədər gedir. Bir də bura deyə bilərsiniz ki, bu gəlib bura qədər, bunu keçib bura. Bunları çox takılmayın. Bir dənə axırda burada auto join var. Bunları hamısını avtomatik join edir. Orada deyir ki, bu konstruksiya biz özümüz seçirik. Bu konstruksiya döşənməsidir. Divar bunu kəsməsin də. Yəni divar, hörgü divarı bunu betonu kəsə bilməz. Beton həmişə bunu kəsir. O avtomatik düzəldir. Amma yenə də nə qədər əvvəldən düz eləsə daha yaxşıdır. Bunu gətirəm bunun altına. Bunu da gətirəm bunun altına və yaxud hamısını da seçə bilərəm. Bunu da gətirəm bunun altına. Join eləyəndə. Axırda özü avtomatik düzəldir. Döşəməni elədik, konstruksiya döşəməni elədik, bünövrəni də elədik. İndi keçək memarlıq döşəmələrinə. Buradayken, baxaq, biz bura konstruksiya döşəməsini verdik. Memarlıq döşəməsi olaraq laminat veririk bura. Parketin ya laminatın qatlarını bu döşəmə veririk. Buna adlandırırıq D1 döşəməsi. Dəhlizdə də bunu eləyirik, tamburda da bunu eləyirik. Yataq otağında da laminat verərik. Camaşırxanada gəl verək kermogranit verək. Burada da kermogranit verək. Burada da laminat verək. Bizdə olur o D3 olaraq burada da girişdə pilləkən meydançası var da burada. Bir də burada terasda bunları D3 adlandırırıq, başqa bir cür verir. Çünki burada izaltex lazım deyil. Burada sanuzeldə izaltex verərik, amma burada sırf steşka üzərindən mata, bir də kermogranit verərik geçsin. Və floor architecture seçirəm. Bunu edit tip, duplicate edirəm. Yazıram ki D1. Buradan da OK. Buradan da edit tip. Preview'nu buradan aktif edirəm. D1 olaraq neçə qat verirəm? Birincisini qalınlığını düzəldirəm. 70, yəni 7 santi steşka verirəm. Buradan material verirəm. Sement qum hamarlayıcı qat. Enter vururam. Buradan da bunun tikini vururam və buna bir qat verirəm buradan. OK. Buradan da OK. İndi yenə insert edirəm. Bir şey fikir verək bura. Bunun üzərində verək steşka qatı, bir də dict bunları verək. Bu yazıları təsnifatda yazırıq. Burada bir neçə dənə qat yaratsaq, zaten o simvolları AutoCAD-dan gətiririk, templetdə yerləşdiririk. Bu qədər önəmi yoxdur. Bu edil D1. Edit tip edirəm, bunu da edit edirəm. 3 santi steşka qatı verirəm burada. New material. Rename. Enter. Buna da cut-dan bir pattern verək. Onu seçirəm. OK. Buradan da bir rəng verirəm, bunu seçirəm və OK, və OK. Yenə insert başqa bir qat yaradıram. Burada yazıram ki 2 santi. Elə bunu duplicate edirəm. Sağ basıram, duplicate material and asset. Bunu da rename edirəm. Yazıram ki taxta altlığı. Enter. Buradan da grafikdən yazıram. Bir dənə rəngini dəyişdirirəm buradan. Buradan taxta.
Bunu da okey. Buradan da başka bir taxta rengi veririk təxmini. Buradan da okey, buradan da okey. Bir dənə də qat yaradıram. Yazıram ki, laqa. Neçə qat yaradım? 1, 2, 3, 4, 5 qat. Bunların hamısını yuxarı aparıram. Bunun ikisini də seçirəm. Yuxarı aparıram. Bunu da seçirəm, yuxarı aparıram. Bunu yuxarı apardım. Bunu 30 yazıram. Bunun da 2 yazıram. Bunu da 30 burada, 20 burada, 5 santi. Sement, kum, hamar, layıcı kat. Enter vuram. Sadece buradan bir renk gelir. Buradan da okey. Buradan da okey. Tahta altlığı. Enter. Bana da bir materyal veriyor. Buradan da okey. Buradan da okey. Buradan da yazarıq laqa. Buradan da bunu seçirik. Buna da bir renk verir laqa. Okey. Buradan da okey. Burada da dikt yazarıq. Burada da parket. Dikti də yazaq. Gələ bunu birbaşa seçirəm. Buradan ama eləməliydim. Rename. Dikt. Enter. Okey. Buradan da yazıram ki laminat lövhələr. Buradan da enter. Buradan da okey. Qatları yaradandan sonra buradan okey. Buradan da okey vurduq və buradan da okey. Bu döşəməni yaradandan sonra digər döşəmələr də bu şəkildə eləyərik. Proqram avtomatik bizim üçün yaradır. O halda yaradır ki, buradan biz room'u eləməliyik. Room'u seçirəm. Burada, yəni otaq adlarını bəlli eləyəndən sonra o bizim üçün eləyir onu. Burada 1, burada 2, burada da 3. Bunu aktiv edirəm. Baxın, bunları sonra mən keçirəm ki, burada ad yazırıq, hansı otağın adını yazırıq, burada nömrəsini yazırıq. Buradan create floor finish var. Bunu seçirəm. Burada həmən döşəməni gedib seçirəm. D1. Buradan da onun qalınlığını yazıram. Tutaq ki 100. Və buradan create selected room eləyirəm buradan və create floor. Gəlin bunu seçirəm, bunu seçirəm, bunu. Bunu seçirəm, bunu və bunu. Buradan finish bassam, avtomatik döşəməni orada yaradır. Sıfırdan baxsaq, bunu shaded eləyək bir dənə. Otağın boundariesine görə onu yaradır bizim üçün. İndi bunları silirəm, divarları da bu şəkildə eləyirəm. Divarları da bu şəkildə avtomatik verir bizim üçün. Baxın, divarları sildim mən. Bu dəfə buradan create wall finish eləyirəm. Buradan həmən divar tipini hansı ki biz keçən dəfə dedik yaradıram. Bir də hündürlüyü yazıram. Buradan selected room eləyirəm. Buradan divarın tipini bir də baxın bunu seçirəm. Bir de bunu, bir de bunu. Şimdi buradan finish vursam, buradan da remove reference'dir. Bence elements. Şimdi gelip buradan baxsaq, bütün hamısını bizim üçün yaradır. Amma burada bir şey var. Baxın, o suvağı çöl tərəf verir. Fikir verdiniz? Aslında siz burada başqa cür eləmişsiniz. Mən keçən dəfə yadımdan çıxdı. Bunu gərək istədiyim. Baxın, burada exterior side yazılıb, bura interior side yazılıb. Düzdürmü? Əslində o hansı ki otağın içində interior tərəfə gəlirsə, o bura aşağı gəlməlidir. Burada bunu mən yoxlamışam, bu 100% bura gəlməlidir. Buradan bunların yerini dəyişsək, bunu aşağı gətirəm. Suağı yuxarı aparım. Bunu da nəyə görədir? Çünki burada exterior yazılıb. Yəni otağa görə interior tərəfə verilən boyadır da. Boyanı aşağı gətirəm. Suağı o tərəfə aparım. Okey vursam, bir də okey. Avtomatik bizim üçün hər şey düzəldir. Baxın, həm də bu yaxşıdır ki, bir də siz divarları bir-bir join eləmirsiniz. Bu qapı boşluqların yeri, bir də pəncərələrin yerini avtomatik özü boşaldır. Amma elə vaxtlar olur ki, mətbəxdə buradan baxsaq, level 0-da. Bunu bir dənə wireframe eləyim. Hamısı boya getmir ki, bunun üzərində mətbəx meblin arasında kafel metlaq gedir də. Onda bunu əllə çəkməyi məsləhət görürəm. Bir dənə divar çəkirsiniz. Sən tutaq ki 0-dan 90 santiyə qədər fərz eləyək boyadır. Sonra 90-dan 60 santi hündürlüyündə
kafel metlaktı. Sonra bunun üzerinde yine de boyadı. Level 0'dan başlayır. Burada unconnected ediyorum. Yazıram ki 90 yani 900. Buradan apply eləsəm, gəlib 3D'dən baxsaq, burada görə bilirik. Bura qədər bu gəldi. İndi bunu buradan copy edirəm, copy. İndi buradan yenə align to same place edirəm. Yenə bunu burada yaratdı. İndi bunu bu dəfə yaratdı deyirəm ki, level 0-dan 900-dən başlasın. Unconnected. Burada deyirəm ki, 600 yazırım. Buradan apply eləsəm, baxın buradan bura qədər yaratdı. İndi bu divarın tipini sadəcə dəyişdirsəm, düzəlir. Bunu da duplicate edeyim, yazım ki OK basım. Bunu da edit tip. Ne kadar katlar var. Bunu da sileyim. Bunun kalınlığını vereyim 3 santi. 1 santi. Yine de insert edeyim. Yine de 1 santi. Yani hamarlayıcı kat üzerinde mata, üzerinde de keramik pliteler. Yani mata diyendeki keramik yapıştırıcısı. Keramik kat yapıştırıcısı. Enter. Bunlar önce tekrardı. Bak şey demek istemiyorum. Buradan da OK. Bir de burada yaratırım ki bunu duplicate alacağım. Yazarım ki keramik pliteler. Pliteler. Ben enter basarım. Bunu üzerinde bir hatch veririm. Kattan yok, surface'ten. Gəlirəm 60'ın 60'a, 60'ın 120'ye bir kafel veririm. Modeli seçirəm burada. Burada var aslında. 60, 120. Bunu seçirəm, OK basıram. Rengini de biraz başka bir renk seçeyim. OK, buradan da OK. Buradan da OK. Ve gördünüz. Bunu da indi mesela tutaq yine kopyalayıp buradan same place eləyib deyirəm ki üzerinde 60 gələndə 1500'den başlasın. Bu da axıra kadar devam eləsin. Ne kadar 50 santim. Bunun da tipini değiştirəm, təzədən boya. Bu şekilde bunu da dartıram, gətirirəm buraya kadar. Deyirəm bu niyə belədir? Burada baxıram biz bunu bunu kermograniti interior tərəfə verirsə bunu gətirməli bura. Bunu gətirəndə avtomatik o gəlib çıxır bu üzə. Burada da görsənir. İndi burada exterior site yazılıb, burada interior site aşağı yazılıb. Biz dedik ki bu qatları yaradanda söhbət divardan gedir. Interior tərəfə hansı material gəlirsə, boya gəlirsə, məsələn tutaq ki, həmin boyanı qatını gətirib bura eləməliyik. Yəni buradan bura başlamalıyıq. Buradan o tərəfə başlamalıyıq. Tutaq ki, boyanın altında işbaklovka olar. Birinci interior tərəfə bu interior tərəfə boya gəlməlidir. Onun altında hansı qatlardırsa yuxarı düzülə getməlidir. Belədir. Burada bu otağın içində kafel üzü iç tərəfə, interior tərəfə baxır da, düzdürmü? Aha. Onda həmin kafeli ya kermograniti interior tərəfə verir. Onun arxasında hansı qatlar var? Matadır. Onun üzərində nə bilim hansı qatlar var? Bunun üstündə gəlir. Bir də bunların hamısını seçmək üçün klaviaturadan, yəni döşəmədən söhbət gedir. S-A'nı basıram hamısını. Buradan 100 yox, bunu 0 edirəm ki, tam gəlsin bunun üzərində otursun və OK. Yəni konstruksiya döşəməsinin üzərində otursun hamısı. İndi buradan bu döşəməni seçirəm. İstəyirəm ki, ikinci mərtəbədə də bunu duplicate edeyim. İkinci mərtəbənin qurumunda. Buradan copy basıram. Buradan align to selected level. Burada deyirəm ki, level 1. Və buradan OK. Tavanı modelləmək üçün buradan ceiling plana keçmək lazımdır. Birinci mərtəbənin ceiling planı level 0. Tıklayırıq, bura gəlir. İndi buradan architecture seçirəm. Burada bizim ceiling alətimiz var. Ceiling seçirəm və burada bunu seçirəm, edit tip edirəm, bunu duplicate alırım. Yazıram ki, şpaklovka plus boya. Buradan da OK. Buradan edit tip edirəm. 2 dənə var zaten. Bunu yuxarı qaldırım. Up. Bunu da yenə də up edirəm. Bunu yazıram ki, şpaklovka tutaq ki, bizdə olsun 4,5. Bu da olsun boya 5, yəni yarım santim. Bunu da şpaklovka qatı yaratmışam burada. Yəni bunları bir dəfə yaradanda hamısında eyni gedir. Bir də boya da yaratmış olarsınız burada. Əgər fərqlidirsə, fərqli boyalardırsa, fərqli rəngdirsə, hə, bunda təzə yarada bilərsiniz, adını yaza bilərsiniz. Boya, OK. İndi baxın, bu 2 dənə alətimiz mövcuddur bura. Bura fikir verin, döşəmədə də var idi, level 0, hansı leveldə çəkdiyimizi buradan təyin edirdi. Bir də offset var idi. İndi baxın, biz burada bunu baxmaq lazımdır əslində. Tavan gəlib düşməlidir. Konstruksiya döşəməsinin altına da, düzdürmü? Asma tavan demirəm, adi tavan deyirəm. Buradan hələ ki 2600 verərəm level 0. Əgər 4 tərəfi divarla bağlıdırsa, avtomatik bir dəfə tıklasa özü yaradır. Baxın, yaratdı bura. Burada tıklayıram, burada tıklayıram. Yaratdı.
İndi kəsikdən baxıram, yaxud 3D-dən də baxa bilərəm. Bunu seçirəm, buradan section box aktiv edirəm, apply edirəm. Bunu buradan dartıb gətirəm, baxıram bura. Baxın, bunu verib bura. Əslində əvvəldən də baxmaq deyəndə yəni biz bilə bilərik də ki, buradan hündürlüyü nə qədər olmalıdır burada. Bunun tinindən götürürəm bura qədər. 2950. Buradan seçirəm və apply edirəm. Amma bir şey var ki, bunun qalınlığı qədər bunu həmişə yuxarı verir. Bunun qalınlığını həmişə nəzərə almaq lazımdır. Nə qədər qalınlıq vardı? Bizdə 5 sm. 2009 yazıram və apply edirəm. Düppələn düz gəldi, düşdü bura. Normalda da belə olmalıdır. Və yaxud bunu tutaq ki, əslində bayaq aşağıda idi. 2500 tutaq ki. Burada idi. Asan yolu da var ki, belə əlləşməyəsiz deyənə, burada modify-dan align aləti var. Bunu seçirəm, bunun altını seçirəm, bunu tıklayıram, avtomatik gedir ora. Bunu da tıklayıram. Yenə bunu seçirəm. Buradan multiple aktiv ikən bunun altını seçirəm. Baxın, bura göy yanında bilin ki, seçilib. Multiple, yəni 2-3 dənə olsa avtomatik seçə bilər. Tavanı da dedik. Bir də asma tavan, architecture-dən ceiling seçirəm. Buradan 2600 hündürlüyü təyin edəndən sonra bir dəfə tıklayasaq və bunu seçirəm. Burada section box var. Bunu seçəndə avtomatik həmən sahəni bizim üçün 3D-də kəsir. Bunu biraz qaldıram yuxarı, bunu da biraz gətirəm belə. Bunu da aşağı gətirəm. Bu şəkildə. İndi baxın, fikir verin. Bunu da burada bizim üçün yaratdı. Yəni bunu alçıpanı da burada özünüz duplikat edirsiniz. Yazırsınız ki, alçıpan asma tavan adını yazırsınız. Buradan da qatlarını verirsiniz. İndi ikinci mərtəbəni nətər eləyəsiniz? Bura baxaq bir dənə. Bu birinci mərtəbədir, düzdürmü? Bura 12500, 11000, burada 10800, bura 6000. Insert link image. Gəlin buradan. Bunu da scale eləyək. İkinci mərtəbədə. Deməli, bu divar axıra qədər gedir, bu divar da axıra qədər gedir, bunlar axıra qədər gedir. Amma bir dənə bura, bu hissə, bu divar gəlir birləşir bura, bunun üstündən gedir də, düzdürmü? Baxın, bir dənə bu hissə ayrıdır. İkinci mərtəbə bunun üzərindən gedir və axıra qədər də davam edir. Bu da addenli bir konstruksiya. Level 1. İndi keçək döşəmə eləyəndə hər şey aydın olacaq. İki tip döşəmə mövcuddur. Bir tip konstruksiya döşəməsi, də memarlıq döşəməsi. Konstruksiya döşəməsi dəmir betondan ibarətdir də, yəni betondur, içində də armatur. Amma memarlıq döşəməsi adlandırılır D işarəsi ilə, D1, D2, yəni söhbət işçi layihədən gedir. Və bu fərqli ola bilər. Kermogranit də ola bilər, laminat da ola bilər, nə bilim, falş döşəmə də ola bilər. Yəni müxtəlif ola bilər. Parket də ola bilər. Hər bir otaqda fərqli işlənə bilər memarlıq döşəməsi. Yataq otağında işarələyib ki, D1, yəni döşəmə 1. Birinci tip döşəmədən burada işlənib. Burada ikinci tipdən, burada da ikinci tipdən, burada birinci, burada da üçüncü tip döşəmədən işlənib. Bunlar adlandırılır. İndi bu təsnifatda baxırıq ki, bu döşəmələr hansı qatlara malikdir. Birincisi konstruksiya döşəməsidir, hansı ki dəmir betondandır. Bu da sıfır səviyyədən həmişə aşağıda olur. Yəni memarlıq döşəməsindən həmişə aşağıda olur. Bunun qalınlığı fərqli ola bilər. 15 sm-dən tutmuş 20 sm-yə qədər ola bilər. Konstruktor təyin edir bunları. Amma memarlıq döşəməsi bizə aid. Memarlar təyin eləməlidir ki, hansı otaqda hansı tip döşəmə işlənsin. Burada verilir ki, döşəmə tipləri. Qonaq otağı, yataq otağı. Belə bir təsnifat cədvəlidir. Baxın, D1. Qonaq otağı və yataq otağında işlənir bu döşəmə tipi. İndi bunun qatları nədir? İndi təbii ki, altında dəmir beton konstruksiya döşəməsidir. Onun üzərində buradakı qatlardır. Baxın, birincisi yazıb ki, peno, polistor lövhə. Əslində bunlar izolyasiya qatı gedir. Layihədən layihə fərqli olur. Yəni mütləq deyil. Verə də bilərsən, verməyə də bilərsən. Versən təbii ki, yaxşıdır. O indi baxır ki, hansı layihədə sən nəyi verirsən. Bunun üzərində steşkadır. Biz verdiyimiz hamarlayıcı qatdır bunun üzərində. Yəni bu dəmir beton döşəməni verəndə bu tam düz olmur da, hamar olmur. Bunu hamarlamaq üçün steşka dediyimiz qatı verirlər buna. Bu da 10 sm, yəni mütləq deyil. Baxır layihəyə də. İndi yenə əgər düz olsa 5 sm də ola bilər, 7 sm də ola bilər. Bunun üzərində burada izoltex verilib, termoizolyasiya, istilik izolyasiyası burada verilir. Tutaq ki, yun daşı da verilir və onun üzərində də laminat lövhəsi gedir.
Burada laminat lövhələri altında dikdir, altında da laqalardır. Və onların arasında yun daşı, yəni işlənə də bilər, işlənməyə də bilər. Burada indi necə verib özləri bilər. Mətbəxdə və dəhlizdə. Burada döşəmə tipi D2 tipidir, düzdürmü? Örtük tavasından yuxarıda hansı qatlar işlənir? Yenə sement qum hamarlayıcı qat, yəni isteşkadır. Sonra onun üzərində mata işlənib 5 mm. Sonra da yüngül, yəni matanı, daraqlı. Onun üzərində kermogranit ya keramik plitələr verib. Burada da 3-cü tip döşəmə növüdür. Burada da yenə həmən keramik plitələrdir, sement qum hamarlayıcı. Bu D3 harda işlənir? Terrasda işlənir, yox sanitar qovşağında. Burada sanitar qovşağında izolyasiya qatı verilməyi məsləhətdir. Bunlar sizdən asılı olan bir şeydir. Yəni baxırsınız layihə, məsələn sizə layihə verir, məktəbdə ola bilər başqa cür verilir. Məsələn tutaq ki, yaşayış evində başqa cür. Bunu siz təyin edirsiniz və yazırsınız. Əsas bizə maraqlı olan bunların qatını necə yaradıb və modelləməkdir. İndi keçək yaradaq. Birinci konstruksiya döşəməsini yaradaq, sonra onun üzərində memarlıq döşəmələrini də yaradaq. Birinci istəyirəm ki, konstruksiya döşəməsini yaradım. 0 səviyyəsinə keçirəm. Konstruksiya döşəməsini modelləmək üçün architecture tabından buradan floor architecture seçirik. Əslində bunu biz armaturlamırıq da, sadəcə element kimi göstərir də. Və floor architecture seçirəm. Buradan döşəmə tipini seçirəm. İstənilən tipi fərqi yoxdur. Buradan edit tip eləyirəm, duplicate yazıram. Yazıram ki, dəmir beton örtük tavası yazıram. Bunu da okey. Edit tipinə girib bu qatları silirəm hamısını. Bunu da konkret olaraq qalsın yəni. Dəqiq bunun qalınlığını seçim. Bunun qalınlığını verirəm 150, yəni 15 santim verirəm. Bir də material verirəm bura. Burada yazıram ki, konkret cast in place grey. Burada gəlib avtomatik gəlir. Bunu 2 dəfə tıklayıram, bu avtomatik gəlir bura. Qalınlığı verdi, material verdi. Bu əsas bizim konstruksiya döşəməmizdir. OK basıram, bir də OK basıram. Yəni burada çəkirəm ki, o itməsin. Buradan seçirəm, create similar eləyirəm. Burada döşəməni çəkmək üçün bizim əsas boundariesini çəkmək lazımdır. Yəni ki, bunun kontur xətlərini çəksək, avtomatik bizim üçün döşəməni modelləyir. Buradan seçirəm, divardır da. Buradan hara qədər gedib divar. Şəkili haydi eləyim, HH basıram. Bunu seçirəm, buradan create similar eləyirəm. Buradan boundary line olaraq line'ı seçirəm və bunun kontur boyunca, divarların konturu boyunca gətirirəm bunu. Döşəmə, konstruksiya döşəməsi bütün binanın altını örtür. Bunu da gətirirəm belə. Və buradan finish basıram. İndi 3D'dən baxıram. Bir də əvvəldə biz bunu çəkəndə burada leveldə, hansı leveldə biz bunu modelləmək lazımdır? Burada verir level. Biz bunu level 0-da da eləyə bilərik, level 1-də də eləsək bu avtomatik qalxır bura. Level 0 seçirəm, apply edirəm burada. Amma biz dedik ki, konstruksiya döşəməsi 10 santı aşağıdan modelləməliyik. Çünki bunun üzərində gəlir memarlıq döşəməsi və o sifri burada bitməlidir də, yəni. Buradan baxsaq, baxın 0 memarlıq döşəmənin üzərində olur. Buna görə konstruksiya döşəməsini 10 santı aşağı vermək lazımdır. İndi bunu heç nə eləmirəm. Bunu çəkmişəm. Burada height offset from level var. Burada yazıram ki, mənfi 100 millimetrləndir bizdə var. Bu avtomatik 10 santı aşağı gəlir. İndi bu döşəməni çəkdim mən. Ev belə tikilmir də. Bu divarlar bunun altında bünövrə olur və bünövrədən də divar gedir. Bunun altına qədər gəlir. Hardan ki him oxu keçib, oradan divarlar və bünövrələr keçir. Biz dedik ki, hardan eləməliydik him oxlarını. Buradan hələ sxematik olaraq qoyuram buradan. Him oxlarını çəkdik. Bunların altında biz buradan wall architecture seçirik. Wall architecture. Buradan deyirik ki, bünövrə səviyyəsindən bunu finish center line seçirik. Buradan bünövrə səviyyəsini seçirik və deyirik ki, birinci mərtəbəyə qədər gəlsin. Level 0, burada bizim birinci mərtəbənin 0, level 0. Apply edirəm. Deməli, çəkirəm, buradan gətirirəm. Ya da bunu da eləyə bilərik. Baxın, birinci bunları eləyək. Bu divarı seçirəm, bu gəlir də onsuz da avtomatik. Gəlin belə eləyək. Keçin buna bünövrə səviyyəsinə. Buradan baxın, bayaq fikir verdim burada. Burada bünövrə səviyyəsi ilə yer səviyyəsinin planı burada yaranmayıb. Bu nəyə görədir? Çünki bunu
seçəndə, level buradan seçəndə bunu tikini aktiv eləməmiş. Ona görə o iki dənənin burada yaratmamış. Onu da burada yoxdur deyənə biz buradan view'dən gəlirik. Burada plan view seçirik, floor plan. Baxın bu hətta 3 dənə. Bunların da planını bura gətirmək üçün hamısını seçirik və OK bassaq avtomatik gəlir düşür bura. İndi mən keçirəm bünövrə səviyyəsinə. Biz bünövrədən onu çəkməliydik də. Bünövrə səviyyəsində. Bunu bünövrə səviyyəsindən çəkmişsiniz? Yox. Bizdə bünövrə səviyyəsi budur. Tamam. Bünövrə səviyyəsi budur. Bu da 450 yox, yer səthi deyək. Buradan da apply və yes. Bünövrə səviyyəsində keçdik. Bunu fine eləyək bir dənə. Bunu da edək. İndi çəkirəm. Wall architecture seçirəm. Buradan da gəlib 40 santili divarı seçirəm. Deyirəm ki, bünövrə səviyyəsindən deməli level 0-ə qədər mənim üçün divarı çək. İndi bunun mərkəzindən seçirəm. Bunu da wall center line seçirəm. İndi bir də buradan çəkirəm. Bura gətirib birləşdirəm. Bir də bunun mərkəzindən çəkirəm. Gətirəm, bura birləşdirəm. İndi 3D-dən baxsaq, haralardan getdi, buradan getdi, gəldi bura şəklə qədər, tamam. Bir də bunları bir dənə düzəldək. Baxın, buradan sağla seçirəm, belə. Buradan filtrdən təkcə divarı seçirəm və OK basıram. Bunları biraz fikir versək, biz bunu 10 sm aşağı gətirdik deyənə. Buradan base offset -100 yazırım və apply edirəm ki, tam gəlsin, bunun üzərindən başlasın, düzəldi. Qalanını da düzəldək buradan, bünövrə səviyyəsindən. Belə çəkdik. Bunları da çəkək. Wall architecture. Bünövrə səviyyəsindən 0-ə qədər. Bunun mərkəzindən keçirəm. Gətirəm belə. Bir də buradan da gətirməliyəm. Sonra bunu eləmişdim. Bir dənə mərkəzdən var, buradan var. Yenə də seçirəm. Buradan da gətirirəm. Bunu da düzəldirəm. Bunu seçirəm, bunu, bir də bunu. Bunları deyirəm ki, 3D-dən baxıram. Deyirəm ki, bunlar başlasın bünövrə səviyyəsindən. Bünövrə səviyyəsindən bunu da 0 edirəm və apply edirəm, düppələn düz olur. Bunu da level 1-ə qədər apply. So,